Ermənistan çaxnaşma içindədir. Hökumət devrilmə təhlükəsi ilə üz-üzədir. Ölkə hakimiyyətinin iddiasına görə müxtəlif siyasi bloklar və dini liderlər zoraki yolla idarəçiliyi dəyişmək niyyətində olub. Elə buna görə də hüquq mühafizə orqanlarının əməkdaşları keşiş Baqrat Qalstanyan və onun liderlik etdiyi müqəddəs mübarizə hərəkatının üzvləri tərəfdarlarının evlərində axtarışlar aparıblar. Nəticədə arxiyepiskop Baqrat və bir neçə dəstəkçisi saxlanılıb. Bütün bunlarsa baş nazir Nikol Paşinyanın sosial media hesabında müxalifət üzvlərinin çevrilişə təşəbbüsə hazırlaşdıqları ilə bağlı paylaşımından sonra gerçəkləşib. Hazırda hökumət iqtidarın devrilməsi planının qarşısını aldığını bildirir. Müxalifət isə bunun siyasi repressiya olduğunu deyir. Bugün Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında gedən çox ciddi mübarizə deməzdim, artıq bu müharibəyə çevrilib. Tərəflər bir-birlərinə qarşı istənilən resursdan istifadə edirlər və bu əslində bir daha, baxın, hazırki mərhələdə bu proseslərin yenidən Ermənistan hökumətinin o arxiyepiskop Qalstanyanın üzərində durması, onun komandasının üzərində durması onu göstərir ki, əslində onun kilsə ilə əlaqələri kəsilməyib və o kilsə tərəfindən idarə olunurdu. Bugün də kilsə tərəfindən idarə olunur. Onun hədəfə gətirilməsi ola bilər ki, Ermənistan hakimiyyətinin diqqətini yayındırmaq niyyətindədir. Ermənistanda növbəti parlament seçkisinin 2026-cı ilin yayında keçirilməsi gözlənilir. İndiki məqamda ölkənin siyasi arenasında müxalifət üzvlərinin bu cür təmizləmə işlərinin aparılması seçkiyə hazırlıq kimi də qiymətləndirilə bilər. Çünki məhz bu ərəfələrdə hakimiyyəti devirmək istəyən qüvvələri kənar güclərin idarə etmək istəyi daha da güclənər. Bu baxımdan da Paşinyan bu əməliyyatları sabitliyi pozmaq cəhdinə qarşı tədbir kimi təqdim edir. Digər reallık da odur ki, seçkiyə bağlı dövrdə Paşinyan rəqibləri aradan götürmək fikrinə gəlir. Təbii ki, aradan götürülən şəxslər çox güman ki, onu oradan hakimiyyətdən götürmək istəyir. Amma bu nə dərəcədə həqiqətə uyğundur hələ istintaq göstərəcək. Düşünürəm ki, vəziyyət ondan sonra da Ermənistanda gərginləşəcək. Təhlükəsizlik orqanları partlayıcı maddələr və terror planlarından danışsa da, bu ithamların ictimai əsaslandırması hələlik təqdim olunmayıb. Məsələnlə bağlı aparılan istintaq işləri davam etdirilir. Görünür, İrəvan hökuməti yeni parlament seçkisinə doğru siyasi səhnəni boşaltmağa çalışır. Beləliklə, müxalifətin təsir imkanlarını zəiflətmək planlaşdırılır. Bu isə irəliləyən dövrdə siyasi mübarizənin daha da gərginləşəcəyinə işarədir.